Herkese salam. Necəsiz dostlar? İnşallah ki, yaxşı olarsınız. Bugün əslində vlog çəkəcəkdim. Təmizlik vlogu. Amma ki, onu buraxdım başını və bir açıqlama vermək istədim. Deməli, mən YouTube səhifəsini açanda oradakı yorum hissəsini filtrli mesajlara qoymuşdum. Bu da o deməkdir ki, yəni bəzi izləyicilər təhqiramiz mesaj artıq söz yazan olanda YouTube onu avtomatik denetləməyə göndərir və pis yorumdursa silirdi. Amma halbuki o yorumları mən görə bilirəm. Sadəcə izləyicilərin heç biri görə bilmir. Və dəfələrlə yorumlarımın altında təhqir yazan, təhqir deməyərdim, mən fikrini bildirək deyək, mən insani olaraq düşünürəm. Fikrini bildirən bəzi izləyicilərimə artıq cavab vermək istəyirəm. Yorumlarda izləyicilərim yazıb, bəsdir bezdik. Ancaq xəstə uşağı reklam edirsən, bu reklam üzərindən də izləyici qazanırsan. Bu yoruma sadəcə onu demək istəyirəm ki, belə deyim. Birincisi, mənim xəstə övladım yoxdur. Onu siz xəstə gözü ilə baxırsınızsa, onun sizin ürəyinizdə murdalığıdır. O, Allahın bir möcüzəsidir, mənə bir paylı verilib və mən ona baxıram. Heç bir videomda da bu haqda şikayət etməmişəm. Əksinə, bəzi analara, bəzi nə edim, nə edeyim deyə düşüncəsində olan analara bir, necə deyim, örnək olmağa çalışmışam. Ki, xəstədir deyə övladı atmaq olmaz, xəstədir deyə depressiyona girmək olmaz. Biz hər zaman ayaqda dik durmalıyıq övladımıza görə. Mən həmişə bu yöndən örnək olmağa çalışmışam. Ya da bunu reklam olaraq əsla fikirləşməmişəm. İzləyicilərim sevərək izləyib, nə xoş mənə. Bu niyə sizi belə narahat eləyir, bilmirəm. Qaldı ki, reklam, o düşüncədə olan insanlar varsa da, ki, övladı ilə reklam edir, izləyici qazanır. Mən sadəcə bunu deyə bilərəm ki, Allah sənə də qismət eləsin o çətin anları. Sən də onun üzərindən reklam qazanasan. Elə şeydən reklam qazanasan. İnsan heç vaxt övladdan reklam qazanmır. Və bir izləyici də yazıb ki, ancaq özünə baxmırsan, baxımsızsan, bu nə gündədir. Biz məcbur deyilik səni belə izləyək. Mən məcbur eləmirəm zaten siz məni izləyəsiniz. Kimə xoş deyil, abunəlikdən çıxa bilər. Və yaxud da ki, məcbur deyilsiniz sadəcə bu yorumu yazasınız. Bəyənmirsiniz, yəni abunə olmayın, izləməyin videolarımı, çıxın. Bu qədər. Mən burada ilk videomu paylaşanda da, o videoda da demişəm, vlogda da izləyə bilərsiniz. Demişəm ki, mən real həyat necədirsə onu paylaşacağım. Bəziləri kimi telefon kamerasını əlimə alan kimi 1 kilo makyajla və ya sadəcə həyatın ayda şaşalı anlarını paylaşmayacağım. Ki, o imkana sahib olmayanlar da baxıb deməsin ki, ayda görsən cəmaatın necə həyatı var, kaş bizim də olardı deyə düşüncəsinə girməsinlər. Real həyat elə deyil. Yəni, bu həyatı, bu çətin anları yaşayan insanlar da var. Mən bunları yansıtmışam. Realda necə isə ailə, real həyatda orta təbəqə ailə necə dolanırsa, mən o kanalı o addan açmışam və heç bir yalan şey göstərmədən, yalan şey reklam etmədən, necə var elə. Yəni, izləmək istəmirsinizsə, izləməyə bilərsiniz. Yenə də bu məcbur deyil. Və bir izləyicimiz də dünən paylaşdığım videoya yazıb ki, sən necə anasan, siz necə valideynsiniz ki, uşağı müalicə etdirmirsiniz və necə valideynsiniz, uşağın başı bu boydadır. Baxa-baxa durursunuz. Belə demək istəyirəm ki, siz nə bilirsiniz, biz müalicə etdirmirik. Amin kurs müalicə götürür və hal-hazırda Aminin 4 aylıq müalicəsi var. Amin sonuncu əməliyyatı dekabrın 12-si olub. Və dekabrın 12-si əməliyyat olub, dekabrın 18-si xəstəxanadan çıxmışam, dekabrın 18-sindən bu yanadır ki, Amin nevropatoloq müalicəsi götürür. Aminin hal-hazırda nevropatoloq icazə verməsə, başqa bir şey müalicə etdirə bilmərəm. Bu hansı ki, buna aiddir gəzməsi üçün,
loqoped danışması üçün. Yəni bunu fizioterapiya ilə loqopedi mən etdirə bilmirəm. Çünki nevropatoloq icazə vermir. Nəyə görə icazə vermir? Aminin başının böyük olma səbəbi necə deyim, anasız və ya ana deyilsiz, uşaqsız və ya uşaq deyilsiz, bilmirəm, izləyici. Aminin başının böyük olma səbəbi amin hidrosefaliya xəstəsidir. Hidrosefaliya da o deməkdir ki, başa suyun yığılması, aminin başına su yığılır. Su yığıldığına görə avtomatik sümüklər yerindən oynayır və o sümüklərin arası dolu sudur. Aminin başında hal-hazırda cihaz var. Amin 13 dəfə cihaz qoyulub başına və fikirləşin ki, deyirsiniz ki, sən necə anasa müalicə etdirmirsən? Hər cihazın qiyməti 6000 manatdır. 6000 manat cihazın qiymətidir. 2000 manat da əməliyyat puludur. Yəni biz 13 dəfə əməliyyat üçün 8000 manatdan ödəniş etməliyik. Amin 13 əməliyyat keçirdi. Mən sonuncu əməliyyatında biz onun cihazını Almaniyadan gətirmişik. Və bahalı cihaz qoyulub yenə Aminin başına. Yəni mən bir valideyn olaraq sizin kimi necə deyim, fikirləşin ki, önünüzdə bir dənə maniya var. Necə deyim, bir su var. O suyu tapdalayıb da keçə bilərsiniz, atlanıb da keçə bilərsiniz ayağınız batmasın deyə. Mən ayağım batmasını istəmirəm. Ona görə mən addım-addım irəliləyirəm. Yəni amini mən başı problemi həll olmamış, mən necə onu gəzmək üçün müalicə elətdirim? Axı uşağın beyni, zehni, fikirləşin, düşüncə tərzi heç nə yerində deyil. Aminin başı su ilə doludur və su əhatə edir aminin bütöv başını. Yəni normal funksiyalarını idarə etmir. O su tamamilə çəkilməlidir ki, hansı ki bu zaman istəyir. Çəkilməlidir ki, amin fizioterapiya müalicəsini qavraya bilsin, anlaya bilsin ki, həkim ona nə tələb edir ondan, nə etməyini istəyir amin ona. Amin bunu hal-hazırda qavraya bilmir. Amin videolardan da paylaşılır. Fizioterapiya gedirdi zaten. Fizioterapiya 2 ay getdi. 2 aydan sonra nevropatoloqa bizdə bildirdi. Nevropatoloq xəbəri olmamışdı. Fikirləşirdi ki, yəni deməmişdi. Fikirləşirdi həm fizioterapiya gedər, həm sizin kimi düşünürdü. Həm nevropatoloqa. Sonra birdən nevropatoloq yanında dedim ki, bəs fizioterapiyada başını saxlamaq istəyir. Dedi, mən sizə icazə vermişəm. Və məndən soruşmusunuz ki, amin fizioterapiya getsin ya getməsin. Amin, bəs mən nəyə görə müalicə edirəm? Amin hal-hazırda qavraya bilmir. Başı su ilə doludur və baş çevrəsi böyükdür. Baş çevrəsi böyük olduğu üçün aminin mümkün deyil ki, o başı bədəni qəbul edib, saxlasın və ayaqlarının üzərində dura bilsin. Dedim, bəs nə etməliyəm? Dedi, gözləməlisən. Aminin müalicəsi, haçan mən tamam, başının müalicəsi bitdi dedikdə, sən artıq fizioterapiyayı yox, amin bir kurs masajla gəzəcək. Onu etməlisən. Mən də həkimin bütün müalicələrindən indi zamana kimi bir il bitəcək. Xeyrini gördüyüm üçün o həkimin nə deyirsə onu edirəm. Dedin, sən narahat olma. Sənin uşağın sadəcə bir kurs masaja baxır gəzməsi. Sadəcə hal-hazırda qavraması lazımdır. Uşağın zehninin yerinə oturmaq lazımdır. Siz aminin əvvəl ağır videolarını paylaşa bilmirəm. Təəssüf ki, YouTube onu silir avtomatik olaraq. Bilmirsiniz, görməmisiniz. Yəni mən onun müalicəsi üçün əlimdən gələni zaten eləyirəm. Qaldı ki, başının balacalaşmağı. Aminin başının balacalaşmağı da başına kask lazımdır. Kask da budur ki, dəbilqəyə oxşur. Yəni motosiklet sürənlər taxır, ona bənzəyir, amma o deyil. Məsələn, güləşə qoyursunuz, uşağı başı zədə almasın deyə başına kask taxılır, bir ona bənzəyir. O kaskın qiyməti də 1500 manatdır. Və mən hal-hazırda amini ev satdıq, çünki cihazlarından çox borca girmişdi. Yəni cihazlarının borcunu ödədik ki, bizim üçün vacib məqam Allah uzaylırsın, o cihaz yine işləmədiyinə dəyişməliyik, o cihazı ala bilməliyik. Yəni imkan yarada bilmirik o kaskı almağa. Mən fikirləşin, anaya mən istəmirəm, mən övladımın başını balacalaşsın, kiçilsin. Mən də istəyirəm hamı kimi. Sadəcə imkan yarada bilməm, neyniyim? Yəni neyniyə bilərəm? Bütün kanallara müraciət eləmişəm yardım üçün, geri dönüş etməyiblər. Tanınmışların hamısına yazmışam ki, bizi canlıya qoşun, dəstək olunmuyub. Yəni mən o kaskın pulunu bitirə bilmirəm. Müalicəsi mənim üçün vacibdir deyə bütün qazancımız, amini fikirləşin, həftədə bir dəfə 260 manatlıq dərmanlar alınır.
və 260 manat dərmanları qəbul edir ki, Amin zehni yerinə otursun, su çəkilə bilsin, başındakı su çəkilə bilsin. Güclü müalicə gedir Aminə. Başın qaskını da eləyə bilmirəm. Yəni imkan baxımından eləyə bilmirəm deyə bu o demək deyil ki, siz mənə qəddar anasan, nə bilim, sən necə anasan, mənim analığımı sorğulayasınız. İnanın ki, mən övladım üçün əlimdən gələnin artığını edirəm. Mən, atası, tanışlarım, qohumlarım, yəni bizim keçdiyimiz o çətin anları siz görməmisiniz deyə. Yəni bu sizə o rahatlığı verməsin ki, mən nə gəldi yaza bilərəm. Sonra bir izləyici də yazıb ki, bir bu qalmışdı, uşağın kolyaskasını satırsan, bunu reklam edirsən. Mən kimsə kolyaskasını satmıram ki, reklam edirəm. Öz övladımın kolyaskasıdır. İkincisini almışdım. Aminin boyu uzun olduğu üçün o kolyaskaya sığmır. Mən də onun üçün başqa kolyaska almışdım bu evi satanda. Bu kolyaskanı məcbur satmalıyam. Çünki Amin üçün ehtiyac var onu satmağa. Düz evdə artıq qalmağını istifadə etmirəmsə nə mənası? Ehtiyac olmasaydı satardım. Çünki evdə artıqdan durur. İndən sonra övladım olmayacaq, fikirləşmirəm. Və Amin üçün bunu satmalıyam. Başa düşürsünüz? Yəni hər şey sizin o gördüyünüz kimi rahat deyil. Qıraqdan hər kəsin həyatı sizin kimi belə telefonla yorum yazmaq qədər rahat deyil. Çətin yanları çoxdur. Sadəcə mən bura yansıtmıram. Təki o ağır yorum yazanlar siz mənim yaşadığımı yaşamayın. Sadəcə reklam eləyirsən deyənin sözüm odur ki, yaşadığımı yaşa, yox sən də məndən qat-qat artıq izləyici qazan. Mən heç nə demərəm sənə. Amma yaşadığımı yaşamadan və ya bilmədən, görmədən, tanımadan xahiş edirəm, artıq əski yorum yazmayın. Çünki mən o mesajları görürəm, izləyicilər görmür. Və mən fikirləşirəm, zaten o çətin dönəmi yaşayıram, çabaladığım bir dönəmdə, yəni siz belimdən bir bıçaq soxursunuz. Və mən o bıçaqla gəzməliyəm. O yolun sonuna qədər getməliyəm. Fikirləşim, mənim üçün nə qədər ağırdır. İnşallah ki, sözümü ifadə edə bilmişəm. İnşallah ki, mən başa düşərsiniz. Buradan da Amini sevən izləyicilərimdən hər birindən Allah razı olsun. Hər birinizin yorumunu oxuyuram və cavab yaza bilirəm. Yaza bilmədiklərimdə üzr istəyirəm. Çünki Amin yəni videolarda sadəcə sakit anlarını paylaşıram, amma sakit bir uşaq deyil. Diqqət istəyən uşaqdır. Bütün günüm ondan keçir. Baxımsız ola bilərəm. Çünki bütün günüm o uşaqla keçir. Başa düşürsünüz? Baxımsız mən o insana deyərəm ki, duş almır, nə bilim, saçı yağlıdır, dırnağı bir qarış uzun, arası pasla doludur. Mən baxımsız elə qadına deyərəm. Normal saçımı yığmışam, çünki uşaqla diyaloqda oluram, bu saçı töküb hərlənə bilmirəm. Gedər boğazına, o cihaza ilişər, Aminin cihazı başın arxasından gəlir, boynunun boğazından keçir və düz sidik kanalına kimi o cihaz gedir. Bir adi bir şey onun boğazına geçsə, o cihazın fikirləşin, o cihazın uzluğu, iynənin ucu, belə iynədə sap keçirirsən, o aralıqdadır. Oradan bir şey keçsə, ilişsə, qalsa, o cihaz artıq işləməyəcək. Yəni, heç nə xoşluqla belə deyil. İnanın ki, mən də istəyərdim ki, ayda baxımlı olum, özümə baxım, dırnaqlarım belə lakların içində olsun. Fikirləşin, mən toya gedirəm, dırnaq qoyduram, gəlirəm, səhərsi günümü mecbur sökürəm. Saxlaya da bilərəm də, amma sökürəm, çünki mənim övladım var. Bax, o keçən səfər dili qatlandı. Neynəyərdim o boyda dırnaqla, necə uşağın dilini tutub çıxarda bilərdim. Nəysə, bu açıqlama vermək istədim ki, bəzi negativ düşüncəli insanların beynindən bəzi şeylər təmizlənsin. Özünüzdə müğayət olun. İnşallah ki, vlogları paylaşacağım. Mən sadə evdə oturan insanım. Gündəlik nə iş görürəmsə onları paylaşırım. Yenə deyirəm, xoş deyilsə izləməyə bilərsiniz. İzləyən hər kəsdən də Allah razı olsun.